Uşaqlar, sizə linkləri atacağım. Əslində o suallar müəllimlər üçün nəzərdə tutulubdur. Yəni 60 dənə sual var. Onu heç də şeydir, kurikulumdur. 50 dənəsi informatikadır. Çox xahiş edirəm. Ona daxil olursunuz linkə. Yəni bildiyiniz, yəni onlayn platformadır. Orada işləyirsiniz. Oradan nə ki səhvləriniz olur, skrin edib atırsınız mənə. Ki biz bir daha ora girməyək də o həmin linkə. Orada axtarmayaq suallarımızı. Yəni avtomatik sonlandır deyəndən sonra da sizin balınız, səhvləriniz, düzləriniz görsənəcəkdir. Artıq bir neçə dənə linklər olmalıdır. Atacağım, onları işləyərsiniz. İçində çox asan da var. Yəni içində düşündürücü suallar da var. İnşallah atacağım, işləyərsiniz hamısını. Tamam uşaqlar, deməli bu günlərim keçəcəyimiz, təkrarlayacağımız HTML web proqramlaşdırma dili olacaqdır. Çox təəssüf edirəm ki, HTML-dən çox da çətin suallar düşməsinə baxmayaraq, yəni çətin sual olmur. Burada yəni düşündürücü, yaradıcı bir şey. Məsələn, Word-ə gətirib dövr sala bilirlər, HTML-ə hələ bir şey fikirləşməyiblər. Yəni həqiqətən çalışdırıcı, düşündürücü heç nə olmur. Sadəcə olaraq nəzəriyyədir. Müəyyən təqlər, atributların düzgün yerdə düzgün çıxışını bilmək lazımdır. Mən bunu sizə bilirsiniz ki, yəni sadə bir nəzəriyyə kimi yox, veb səhifə quraraq icra etmişik ki, çünki burada bəzi təqlər var ki, sırf həmin təqlərin veb səhifədə necə görsəndiyini soruşur. Bir daha bu günlərim görsəl olaraq, vizual olaraq onu sizə göstərməyə çalışacağam. Yəni çox xahiş edirəm, belə bir sualı yandırmayın özünüzdə. İmtahanda elə suallar olur ki, həqiqətən o sual sizə sanki yəni hədiyyədir də. Yəni bildiyiniz o sual sizə elə bir pay verirlər. Aman olsun, o pay verib geri qaytaran uşaqlarımız var aramızda. Deməli, bu günlərim biz web proqramlaşdırma dilindən danışırıqsa da, bunun nəzəri hissələri də var və indiyənə qədər nəzəri hissələrindən düşmür. Buna baxmayaraq biz bugün də arxain olmayacaq, bugün də təkrarımızı aparacaq. Ümumiyyətlə bilirsiniz ki, HTML kimi, belə deyək də, dillər, yəni sırf proqramlaşdırma dili adlanmır. Yəni, baxırsınız ki, biz buna web proqramlaşdırma dili deyə müraciət edirik. Məsələn, Python-a biz sadəcə proqramlaşdırma, amma HTML-ə web proqramlaşdırma dili deyirik ki, təbii ki, web səhifələrin düzəldilməsində əsasında istifadə olunan bir dildir. Amma bugün biz HTML-ilə yanaşı Java-dır, JavaScript-dir və bu kimi başqa dillərdən də istifadə edirik. Çünki web səhifələrə bəzən interaktivlik qatmaq üçün, görsel olaraq, vizual olaraq daha belə deyək, göz oxşayan dizayna sahib web səhifələr düzəltmək istəyirik deyə biz HTML-dən başqa digər web proqramlaşdırma dillərinə də müraciət edirik. Bu bizə hər bir nəzərə kimi düşə bilər ki, aşağıdakılardan hansı web proqramlaşdırma dilidir və s. HTML-in yəqin ki, açıqlamasını deməyə ehtiyac yoxdur. Hypertext Markup Language bir mətinlərin nişanlanma dili adlanır. Bəs nişanlanma dedikdə biz bir web səhifənin əsasında dayanan o kodun nəyin əsasında yazıldığını bilməliyik. Siz bilirsiniz ki, istənilən bir web səhifənin üzərində yəni View Page Source Context menyudan və yaxud da Ctrl-U düymələrini vurmaqla siz o səhifənin mənbəyində duran kodları görürsünüz. Mən bir daha bu kodları burada sizə xatırladıram ki, hər hansı bir web səhifəyə daxil olduqda görə bilərsiniz ki, hər hansı bir web səhifəyə daxil olduqda görə bilərsiniz ki, bizə ən başdakı tagimiz nədir? Doctype HTML. Bu tag ümumiyyətlə uşaqlar elə də yəni
belə deyim, vacib deyib də belə şey eləməyəcəm. Sadəcə olaraq document type sənədin tipinin HTML olduğunu bildirir. Amma ümumiyyətcə bizdən soruşulsa ki, həmişə də soruşulur ki, veb səhifənin bütün kodları və başlıq və gövdə adı çəkmir. Veb səhifənin bütün kodlarını tərkibində saxlayan hansı teqimizdir? HTML teqimizdir. Ümumiyyətcə, tag dedikdə komandaların bilirsiniz ki, künc mötərizə içərisində yazılmağı nəzərdə tutulur. Yəni, sadə də olsa bəzən biz bunu unuduruq, hə, nədir, nə deyil. HTML tagi qoşa tagdir. Qoşa tagin nə olduğunu xatırlayası olsaq, məsəl üçün, buradakı title taginə nəzər yetirəsi olsaq, title açılıb, müəyyən ad yazılıb və title bağlanıb. Bağlanışın açılışları fərqi odur ki, içərisində slash var, hər biriniz bilirsiniz. Tamam, o zaman HTML-ə qoşa tag deyə bilərik, amma HTML-in açılışını burada görürsünüzsə də bağlanışını bir də düz səhifənin kodlarının lap aşağısına görürük. Çünki bütün kodlar HTML tagləri arasında yazılır. Ümumiyyətcə, görsəl olaraq bizə bir web səhifə görsənə bilər başlıqla bir yerdə və bizdən soruşula bilər ki, amma belə deyim də, gövdəsi bunun qədər mürəkkəb olmaz. Gövdəsində daha sadə işlər görülə bilər. Və soruşula bilər ki, yəni HTML-dən elə bir yaradıcı sual düşə bilər. Sanki elə bir açıq sual kimi də belə başa düşək. Məsələn, soruşula bilər ki, bu web səhifənin yaradılmasının əsasında duran tagləri ardıcıl şəkildə yaz. Mən demirəm ki, bizə açıq sual elə düşəcək inşallah. Ya da həmin, belə deyək, taglər hansı variantda var? Yəni, variantda göstərilə bilər. O zaman, ümumiyyətcə, biz birinci nəyə fikir verməliyik? Web səhifə iki yerə ayrılır. Başlıq və gövdəyə. Başlıq harada təyin olunur? Bax, hal-hazırda burada gördüyünüz, yəni, URL ünvan sətrindən yuxarıda olan hissə hər bir web səhifənin başlığını əks elətdirir. Başlıq burada Python variables yazılan hissədir ki, biz kod sətrinə baxası olsaq, Python variables title tagləri arasında yazılır. Ona görə qeyd etmək lazımdır ki, başlıq title tagləri arasında yazılır. Çox vaxtı title əvəzinə variantda head tagini götürürsünüz. Uşaqlar, head təkcə başlığı yox, fikir verirsinizsə, bütün meta verilənləri tərkibində saxlayır ki, bu, belə deyək, head taginin dəstəklədiyi tərkibində olan taglər sırf, belə deyək də, başlıqla yanaşı, sanki kodlarda arxa fonda iştirak edən əmrləri tərkibində saxlayır. Məsəl ki, UTF-8 nə üçündür? Karakter settings deyəndə, yəni burada simvol parametrlərində niyə UTF-8-i qeyd edibdir? UTF-8 çünki dünyanın bütün əlifbalarını özündə ehtiva edir. Yəni, məsəl üçün, mən Azərbaycan dilində əgər UTF-8-i burada qeyd eləməsəm, yaxud da biz özümüz faylı yaddaşa saxlayanda da orada UTF-8 veririk. Bunu eləməsək, mənim yazdığım, yəni Azərbaycan dilinə məxsus olan hərflərin əvəzinə kodu tanınmayacaq çevirəndə, yəni web səhifəyə çevirəndə və onların yerində sual işarələri yazılacaqdır. Bax, ona görə yadda saxlayın ki, başlığı təyin edən title tagidir. Title tagi özü headin içərisinə verilir. Head təkcə başlığı yox, digər meta verilənləri də tərkibində saxlaya bilir. Okay, tamam, bunu bildik. Amma hal-hazırda bizim gördüyümüz gövdə hansı hissədən etibarən başlayır? Baxası olsaq, baxın, kəsəcəyim hissə bizim gövdədir. Bəli, web səhifənin gövdəsi, bax, bu kəsdiyim hissədir ki, artıq yəni ünvan sətrini bura qatmırıq. Bu hissə bizim gövdəmiz adlanır. Gövdə hansı tag içərisinə təyin olunur? Body tagin içərisinə təyin olunur ki, body tagi də qoşa tagdir, bunu da hamınız bilirsiniz. Amma uşaqlar, yadda saxlayın ki, burada göstərilən hissə bizim URL ünvanıdır. URL ünvanı bir dənə xatırladaq. Nə zaman belə deyək, bizim web səhifələri təqdim olunur. Mən əgər öz kompüterimdə lokal olaraq bir web səhifə yaratmışamsa da, bunun URL ünvanı ola bilməz. URL ünvanı yalnızca hosting xidmətləri vasitəsilə bizim web səhifələrimizi hər hansı bir serverdə yerləşdiririksə də, mütləq şəkildə unikal olan bizə bir URL ünvan verilir. Düzdür, bunu şəbəkələrdə keçirəcəm, amma bir daha xatırladım. Nədir URL ünvan və nə zaman URL ünvan bizim web səhifənin adı kimi iştirak edə bilər? Onu da unutmayın. Yazılır ki, məsəl üçün, title tagi olmasa nə baş verər? Yəni, web səhifənin adı kimi nə çıxış eləyər? Heç nə olar, web səhifənin adı kimi həmin URL ünvan, belə deyək, web səhifənin adı kimi burada çıxış eləmiş olar. URL ünvan özü iki hissədən ibarətdir. Hissənin birincisi http://2/ olan hissədir ki, buna iki adla müraciət edirlər. Resursun identifikatoru və yaxud da istifadə olunan protokol. Digərinə baxırıq. Ümumiyyətcə, protokol olaraq nə üçündür? Web səhifələrə əliyi tərliyi təmin edir.
HTTP protokolu. Digər ikinci hissə buradır ki, uşaqlar www-dan tutmuş ASP olan yerə qədər. Amma bunun özü də iki yerə ayrılır ki, məhz bu www.schools.com olan bizim veb səhifənin yerləşdiyi kompüterin domen adıdır. Domenlərdə də bilirsiniz də, birinci səviyyəli domen, ikinci səviyyəli domen və s. Məsələn ki, burada ən yüksək səviyyəli, birinci səviyyəli domen kommersiyadır. Kommersiya tiplidir. Bilirsiniz ki, bu sahə adıdır. Amma burada bir coğrafi domen olsaydı, milli domen olsaydı, yəni ölkələri təbliğ edən, bilirsiniz ki, həmişə coğrafi və yaxud da milli domenlər birinci səviyyəli olur. Məsəl üçün, com deyək ki, .tr, məsəl üçün, tr.com yazmırıq. Belə. Nəysə, digər hissəyə baxırıq. Məsəl üçün, digər hissədə belə baxası olsaq, burada bir dənə də Python var, slash var, Python variables ASP var. Bu o deməkdir ki, Python, bax, bu birinci Python olan bizim veb səhifənin yerləşdiyi qovluqdur. Amma digər Python variables isə bizim veb səhifənin adıdır. Yəni, biraz kənara getdik, amma yenə də xatırlamış olduq. Yaxşı, onda biz bu günlərim tez-tez xatırlayaq, kodlarımızın artıq üzərini davam edəcəyik. Bizim hələlik nəzər hissələrimiz var. Ümumiyyətlə, biz bilirik ki, biz hər hansı bir veb səhifəni yaradılışında müəyyən mərhələlər durur ki, bu mərhələlərdən belə deyək, 6 dənə mərhələmiz var, amma biz bunu ardıcıl şəkildə, yəni düşə bilərmi bizə? Bəli, məktəb kitabımızın məlumatıdır. Məsələn, biz bunu necə yadda saxlayırıq? Əslində, bu mərhələlər alqoritmdə də var, Pythonda da var, biraz qarışdırıcıdır. Mən bacardığım qədər onların hərəsini axır günlərdə bir dənə yığaram, elə üzərindən bir daha keçərəm ki, elə dərsdə öyrənərsiniz. Məsəl üçün, biz istənilən bir işə başlamamışdan qabaq nə edirik? Mütləq ki, uşaqlar onun layihəsini veririk də, düzdür, layihələndirmə mərhələsidir. Layihələndirmə mərhələsində sizə soruşula bilən nə ola bilər? Diqqətiniz burada olsun. Texniki tapşırıq. Məsələn, sual verilə bilər ki, veb səhifələrin hazırlanmasında texniki tapşırıq hansı mərhələdə hazırlanır? Təbii ki, layihələndirmə mərhələsi. Layihələndirmə mərhələsi o deməkdir ki, mən tutaq ki, bir developeramsa da, veb səhifənin yaradıcısı mənəmsə də, mən həmin, belə deyək, kimin üçün hazırlayıramsa, onun fikirləri əsasında sənəd hazırlayıram. Hansı ki, bu sənəd texniki tapşırıq adlanır və həmin texniki tapşırıqda bütün veb səhifə haqqında bütün məlumatlar yığılır. Və həmin texniki tapşırığa əsasən də artıq mən ikinci mərhələyə keçirəm. Hansı ki, dizaynın hazırlanması mərhələsidir. Texniki tapşırıqda nələr qoymuşamsa, nə planlarım, nə ideyalarım varsa da, onların əsasında mən 3 dizayn variantı təqdim edirəm həmin sifarişçiyə. Artıq üçüncü mərhələ səhifə maketlərinin qurulmasıdır ki, o seçilən dizayn maket əsasında müəyyən HTML web proqramlaşdırma dilində mən səhifənin bir görünüşünü yaradıram. Sanki quru strukturunu, maketini yaratmış oluram. Və artıq dördüncü mərhələ servislərin proqramlaşdırılmasıdır. Servislərin proqramlaşdırılmasında tam olaraq hələ informasiya doldurulmur. Həmin o sifarişçinin məlumatları doldurulmur. Sadəcə olaraq burada hər hansı bir dəyişməyən, statik mətnlər yerləşdirilir. Dəyişməyən müəyyən qrafik informasiyalardır. Və yaxud da istifadəçilərin qeydiyyatı üçün, qeydiyyatdan keçmələri üçün müəyyən formalardır və bu kimi hissələr doldurulur. Buna deyirlər servislərin proqramlaşdırılması və bir dəqiqə. Servislərin proqramlaşdırdıqdan sonra saytın nəşri və informasiya ilə doldurulmasıdır ki, artıq biz burada saytın nəşrinə həm də nə aiddir uşaqlar? Bayaq dedim ki, hosting xidməti vasitəsilə biz saytımızı serverdə yerləşdiririk. Həmin o serverə yerləşdirmə, müəyyən məlumatların daxil olunması, hamısı saytın nəşri və informasiya ilə doldurulmasına aiddir. Nəhayət, 6-cı mərhələ layihənin müşahidə edilməsi. Fikir verdinizsə də, layihələndirmə ilə başladıq, müşahidlə bitirdik. Hər bir iş belə olur da, nəyinsə birinci qoyuruq məsələmizi, sonra isə axırda müşahidə edirik ki, görən bizim o elədiyimiz iş nəticə verdimi? Təbii ki, burada da müəyyən sayda daxil olanların fikirləri, kommentlərlə, şərhlərlə, nə bilim, müəyyən 5 ulduz, 3 ulduz, 2 ulduzlarla fikirləri izlənilir ki, əgər sayt haqqında fikirlər elə də, belə deyək, yaxşı deyilsə, saytın görünüşü ilə bağlı, saytda hər hansı bir saytın platforması ilə bağlı qaranlıqlar varsa, çətinliklər varsa, təbii ki, biz ilk mərhələyə qayıdaraq
yenə texniki tapşırıqda və yaxud da dizaynla bağlı müəyyən hissələri düzəltmiş oluruq. Bir sözlə bu 6 dənə mərhələni əzbər bilsəz yaxşıdır. İnşallah vacib hissələrdən biri, hələlik bu hissələri toxunmurlar, düşmür məktəblərə aid. Biz veb səhifələri yaratmaq üçün mütləq ki, bizim bir platformamız olmalıdır, proqramımız olmalıdır. Həmin tag və kodları orada yazaq. Təbii ki, bu günlərin biz həmişə sizlə istifadə edirik. Ən sadə mətn redaktoru kimi Notepad-lərdən istifadə edirik. Növbəti sadə bir mətn redaktoru kimi WordPad-dən danışa bilərik. Bir də mətn prosesorları. Ümumiyyətlə, bəzən görürsünüz ki, sual verirlər ki, nə fərqi var ki, Word-lə WordPad-in və yaxud da Notepad-in? Niyə bəzilərinə mətn prosesorları, bəzilərinə isə mətn redaktorları deyirik? Mətn prosesorlarının mətn redaktorunun əsas fərqi odur ki, formatlaşdırma alətlərinin daha çox olması və digər imkanlarının daha üstün olması ilə bilinir. Hansı ki, Office paketinə daxil olan Microsoft Word-dən də biz platforma kimi istifadə edə bilərik kod yazmaq üçün. OpenOffice.org belə deyək, paketinə daxil olan Writer proqramından istifadə edə bilərik və bu günlərin biz xüsusi HTML redaktorlarından da istifadə edə bilərik. İnşallah bu proqramların özləri məktəb kitabına yox, sizin dibinizdə verilibdir. Yəni, əslində əzbərə yadda saxlaya bilmək olmur. Həqiqətən elədir. Nəsə bir ipucu qurarsınız özünüz üçün. Məsələn, prosesorla redaktoru okeydə yadda saxlama olur. Amma HTML redaktorlarından başqa burada bir də avtomatlaşdırılmış web-sayt hazırlayan platformalar var. Bu ikisini qata bilərsiniz. HTML redaktorlarına vizual kodlardır, Atomdur, Sublime Textdir, sonra Adobe Dreamweaver-dir, Microsoft Front Page-dir, NBO-dur və s. Digərlərinə baxasınız. Yəni, bu proqram adlarından sizə kənara çıxası deyirlər, soruşulası olsa imtahanda. Amma avtomatlaşdırılmış web-sayt hazırlayan platformalarda isə adlar sanki daha qısadır. Wix-dir, WordPress-dir, Ucos'dur və s. kimi proqramların adını çəkə bilərik. Kim istəyirsə, nə bilim, screen eləyirsə, ola bilər ki, materialı firamını atacam, screen eləyirsə, buyurub eləyə bilərsiniz ki, ən azından telefonunuzun yaddaşında olsun ki, tez-tez baxasınız. Keçdik kod hissələrinə artıq. Kod hissələrində deməli, özünüz gördünüz ki, istənilən web səhifənin kodları HTML tagləri arasında yer aldı. Okey, web səhifənin başlığını təyin edən title tag oldu ki, özü də hit tagləri arasında yerləşdi. Body tagi həmən, belə deyək, hit taglərindən sonra açılır ki, bağlanışı ta HTML-in yanında olur. Çünki əgər bizə sual verilsə ki, web səhifənin gövdəsinə aid olan bütün kodları tərkibində saxlayan hansı tagdir? Təbii ki, body tagidir. İnşallah body tagində biz ilk mərhələ olaraq başlayırıq web səhifəmizin gövdəsində olan başlıqdan. Web səhifəmizin biz hər hansı bir məzmuna, mövzuya başlayanda təbii ki, onun başlığı ilə vurğuluyuruq və həmin başlıq bizdə HTML-də H1 tagləri ilə təyin olunur ki, H1 düz H6-ya qədər davam edir. Burada bu başlıqlarda şrift get-gedə kiçilirmi, yoxsa bölünürmü? Təbii ki, get-gedə kiçilmiş olur. Ona görə deyirik H1 ən böyük, H6 isə ən kiçik başlığı təyin edir ki, H2, H3, H4 və s. düz H6-ya qədər başlıqlarımız davam eləmiş olur. Burada center taglərini görürsünüz. Center tagləri nə üçündür? Center istənilən yerdə istifadə oluna bilər ki, center tagləri arasında yazılan məzmun təbii ki, mərkəzə doğru düzləndirilmiş olacaqdır. Sonra əgər başlıq varsa, abzasdan, paragrafdan danışmasaq olmaz. P paraqrafdan yadda saxlayırsınız. Abzası, paraqrafı təyin edən tagimiz P tagidir. Hələlik ki, danışdığımız taglər qoşa taglərdir. Abzası da təyin etdikdən sonra, məsəl üçün, mən bu abzasın içində, P taginin içində align atributu yaza bilərəm. Ümumiyyətlə, bilirsiniz ki, tag mi əsasdır, yoxsa atribut mu əsasdır? Təbii ki, tag əsasdır. Align atributu təkcə abzasının içində yox, çox taglərin içində. Məsələn, elə taglər var ki, atributlar var ki, ortaqdır da. Yəni, hər bir yerdə istifadə oluna bilər. Align bunlardan biridir ki, məsəl üçün, mən align bərabərdir, tutaq ki, yazsam ki, right, bu zaman mən həmin abzası sağa doğru düzləndirmiş olaram. Necə ki, Word-da düzləndirmələr mövcuddur 4 dənə, həmin o düzləndirmələri də təbii ki, burada etmək mümkündür. Align atributu vasitəsilə. Tamam, bizim növbəti görəcəyimiz taglərdən biri də, deməli, P tagində dedik, belə deyək, HR tagidir. HR tagi nə üçündür? HR tagi bilirsiniz ki, horizontal sözünə yadda saxlayırıq. Üfüqi xətt çəkən tagimizdir ki, HR tagi içərisində düz 4 dənə atribut təyin olunur uşaqlar. Hansı atributlardır bu? Ümumiyyətcə, atribut tagin xüsusiyyətlərini dəyişən hissələrdir ki, həmin atributlara verilən parametrlər bərabərlik işarəsindən sonra dırnaq işarəsində olmalıdır. Niyə mən bunu vurğulayıram, maşallah? Çünki demin özündə də 20 sınaqda da elə suallar var ki,
Kod tamamilə düz verilibdir. Sadəcə olaraq bir variantda atributun parametri dırnaqsızdır, digərində isə dırnaqlıdır. Sizə də ilkin varianta qoyur dırnaqsızını, sən də deyirsən, hər şey tegi düz, atributu düz, götürüm də. Yəni o qədər incəliyə belə gedə bilir. Ona görə xahiş edirəm, atributların, parametrlərin mütləq ki, dırnaq arasında verməlisiniz. HR teqləri arasında HR teqi, daha doğrusu teqinin atributu 4 dənədir. Əsas biz istifadə etdiyimiz size-dır, xəttin qalınlığını təyin edir. Width-dir, xəttin enini təyin edir. No shade heç bir parametrə sahib deyil, sadəcə olaraq xətti kölgəsiz olaraq təyin edir. Color isə təbii ki, rəngi təyin edir ki, biz də bilirik ki, ümumiyyətlə veb səhifədə təyin olunan rənglər ya ingilis dilində yazılır, ya da 16 say sisteminin kodlarına əsasən verilmiş olunur. Özünüz də məsələn narahat olurdunuz ki, rənglərin kodu verilərmi? Uşaqlar, yəni elə bir saçma sapan sual verəsi deyil təbii ki. Heç kim, heç bir developer, nə bilim, veb səhifə gəlişdiricisi götürüb kodu əzbər bilmir. Sadəcə belə əzbərləyə bilər ki, o qədər internetdən fərqli rəng kodları istifadə edə bilər ki, elə əzbərləyə bilər, özündən ixtiyarsız şəkildə. Deməli, bu da aydın olsa da, yəni bunları təbii ki, bir-bir göstərəsi deyilik. HR ilk bizim qoşa olmayan teqimizdir ki, məntiqini belə tutursa uşaqlar. Əgər bu teqin məzmunu yoxdursa, tərkibində heç nəyi saxlamırsa da, deməli bunun bağlanışa ehtiyacı yoxdur. Çünki HR-in sadəcə vəzifəsi deyil, xətt çək. Yəni bu qədər. Növbəti qoşa olmayan teqimiz BR teqidir. Bayaq dedik, P teqi abzası təyin edirsə, BR teqini harada qoyursunuzsa da, həmin mətn hissəsini növbəti sətrə düşürdür. Yəni, növbəti sətri təyin edən teqimiz BR teqidir ki, bu da qoşa teq deyil, çünki bunun da məzmunu yoxdur. Gəldik müəyyən mətn şriftlərinin, belə deyək də, formatlanması hissəsinə ki, hansı ki, bu formatlanmaları biz Word-da da həyata keçiririk. Qalın yazmaq, kursiv yazmaq və altdan xətt yazmaq. Qalın yazmağa aid olan teqlərimiz orada da bold əmrinə uyğun olaraq bu teqləridir ki, növbəti qalın yazmanı təmin edən strong teqidir. Hətta bəzən məktəb kitabında stronga gücləndirilmiş seçdirmə də deyirlər ki, hamısı qoşa teqlərdir. Amma biz bilirik ki, diqqətli olmalıyıq harda? Cədvəllərdə, veb səhifələrdə, cədvəllərdə bilirsiniz ki, onu indi qeyd edəcəm. Table o ümumi cədvəli təyin edən teqimizdir. Amma table'dan başqa orada TH teqlər var ki, table header-da sütun başlıqları. Sütun başlıqlarında adətən ad, soyad və s. qeyd olunur. Yadda saxlayın ki, sütun başlıqları adətən susma halı üçün mərkəzə doğru düzlənir və eyni zamanda qalın şriftlə yazılır. Ona görə, əgər siz bir cədvəl elementləri arasında B teqi və strongdan başqa qalın yazılan element görmürsünüzsə də, sizə qalın yazılan elementlərin sayını soruşursa da, mütləq hər TH teqləri arasında yazılan, belə deyək, mətnlərin qalın olduğunu bilməlisiniz. Amma mən götürüm ayrı bir dənə yerdə TH teqindən istifadə edeyim, cədvəlsiz, TR-siz, tablesız, TH teqi yazım və içində mətin yazım ki, ay bu qalın yazır. Xeyr, ümumiyyətcə TH müstəqil deyil. Yəni, cədvəlsiz heç bir yerdə istifadə oluna bilməz. Növbəti kursiv, italik, maili yazılmanı təmin edən i teqimizdir ki, təbii ki, i teqinin də əvəzləyicisi M teqidir. Buna isə sadəcə seçdirmə deyə müraciət olunur məktəb kitablarınızda. Növbəti teqimiz underline dediyimiz U teqi ilə təyin olan altdan xətt simvoldur ki, teqidir ki, biz bunu başqa teqlə əvəz etmirik. Ən azından biz, yəni məktəb kitabında və yaxud da din kitabında əvəz etmirik. Bunları da bildikdən sonra bunların hər üçünü eyni mətnə vermək olarmı və sizə bu necə verilə bilər? Bəli, verilə bilər. Hər üçünü də eyni verə bilərsən, ikisini də bir mətnə təyin edə bilərsən, tək-tək təyin edə bilərsən. Sadəcə izləmini diqqətli apar ki, sırf hansı mətn hansı teqlər arasındadır. Yəni, çünki qarışıq verə bilər sənə. Məsələn, elə mətn ola bilər ki, üçünün də əhatəsindədir, elə mətn ola bilər yalnız bold teqi arasındadır, eləsi də ola bilər ki, boldla italik teqləri arasındadır. Bununla diqqətli olun. Yəni, sırf sizə bu çoxlu sadə halda verilmir. Növbəti teqimiz, bəli. Mən eşidirəm də, buradan bayaqdan qoşulanları mən qəbul edirəm. Oqtay yoxdur hal-hazırda. Yoxsa kim bayaqdan qoşulur, mən qəbul edirəm. Oqtay, qoşul görün, mən görmürəm axı sənin bayaqdan bura qoşulmanı.
Ay, bu qoşulmur axı. Burada gözləyirəm də qoşul. Dərs dayandırmışam. Yox, axı gəlmir bura. Mən görmürəm axı burada qoşulmanı. Bəlkə neçdən uşaq qoşulubdu. Vur görək linkdə, tez ol. Oqtay, sən hansı linkə vurursan? Ən axırıncı göndərdiyim linkə vur. Oqtay, bayaqdan hansı linkə qoşulurdun sən canım? 100% birinci göndərdiyimə. Eşidirsən Oqtay? Oqtay, eşidirsən bala? Bir hay ver. Hə, okey, tamam, tamam. Hı -hı. Hə, deməli uşaqlar davam eləyək. Burada olan bir teqimiz mövcuddur. TT teqi. TT teqi sizdə dildə yoxdur, məktəb kitabınızda mövcuddur. Bu nə deməkdir? Ümumiyyətlə çap maşınəsinin şriftini imitasiya edən. Bu eyni enli teq deməkdir. Eyni enli teq deyəndə nəyi nəzərdə tutur? Bizdə xoş gəlsən. Şeydir. Bu eyni enli nə deməkdir? Biz bunu ümumiyyətlə Word-da keçmişik sizlə. Belə deyim sizə. Biz orada proporsional olmayan şriftlər keçmişdik. Proporsional olmayan şrift nə deməkdir? Tutaq ki, mən salam sözünü yazıramsa, normalda L hərfi daha balaca yer tutur. Amma Word-də çıxıntını elə verir ki, L hərfinə, ən azı A hərfindən, M hərfindən eyni yeri tuta bilir. TTG yəni bunu nəzərdə tutur. Bu dilinizdə yoxsa inanmıram sizə düşər. Yəni yadda saxlamaya da bilərsiniz. Site teqidir. Bibliografik verilənlər üçündür, sitatların təyin olması üçündür. Adətən site teqi arasında yazılan mətnlər kursiv şəklində bildirilir. Bibliografik verilən odur ki, bir mətnin arxasında məsəl üçün bir mətnin arxasınca siz hər hansı bir həmin mətni, tutaq ki, hər hansı bir müəllifin kitabından götürmüsünüzsə, site teqləri içərisində o müəllifin adını yazmaqla, yəni birbaşa belə deyək, müəyyən kursiv şriftlərlə təyin olunan məlumatı görə bilərsiniz orada. Sonra gəldik, növbəti teqimiz blockhead teqidir ki, blockhead nə deməkdir? Blockhead elementi hamısı qoşa teqlərdir. Blockhead elementi arasında yazılmış mətnlər, bax, bu adi kod sətrində yazılmışdır. Bu isə web səhifədə görünümüdür. Görürsünüz, blockhead mətndə hər iki tərəfdən, sol və sağdan boşluqlar buraxır. Qısa teqlərimizi bitirdiyimizə görə biz HTML-də siyahıları keçə bilərik. Artıq mən fikir verirəm ki,
Çox uşaqlar bunu dəfələrlə qatır. Hətta biz ipucu da qoymuşuq. Buna yenə uşaq gedib götürür, nizamlanmış siyahıya başqa tek götürür, o birisinə başqa. Qatmayın, xahiş edirəm. HTML-də 3 növ siyahı var. İlkin olaraq bunu yadda saxlayırsınız. Nizamlanmamış siyahı. Nizamlanmamış siyahıya eyni şəkildə deyirlər nişanlanmış siyahılar. Nizamlanmamış və yaxud da nişanlanmış nə deməkdir? Bunu sizə Word-də göstərim uşaqlar. Məsələn, Word-də Home tabında biz bilirik ki, burada da bir bullet siyahısı var ki, bax bu nişanlanmışdır. Yəni xüsusi nişanlar qoyulur, nöqtə, xüsusi işarələr. Və bu əgər biz bir abzasın əvvəlinə müəyyən bir işarə qoyuruqsa da, o niyə nizamlanmış olsun ki? Nizamlanmış ola bilər ki, biz ora 1, 2, 3 rəqəmlərlə nizamlaya bilərik, ABC hərflərlə nizamlaya bilərik. Ona görə HTML-da nizamlanmamış siyahılar yalnızca nöqtələrlə işarələnmiş siyahılardır ki, bunu biz ul tag ilə edirik. Mən bunu sizə ipucu qoyanda nə demişəm? Deməli, biz gördünüz Word-də həmin nişanlanmış siyahıya nə dedik? Bullets dedik. Bulletsin ulundan da yadda saxlaya bilərsiniz. Yəni, belə də ipucu götürə bilərsiniz. Ul tagləri arasında təyin olunan, məsəl üçün, neçə element var? Bizə, tutaq ki, bax, bu kod verilib bizə deyə bilər ki, nişanlanmış, daha doğrusu, nişanlanmış, nizamlanmamış siyahının neçə elementi mövcuddur? Şolar, elementlər li tagləri arasında verilir. Sadəcə olaraq burada yaddan çıxıbdır, li tagi də qoşa tagdir. Li taginin də, yəni, bağlanışları mövcuddur. Buna çox vaxtı burada nə çaşdırır? Sizi deyim sizə. Məsəl üçün, monitordan başqa burada vergül qoya bilər, yaza bilər ki, tutaq ki, başqa sözdə yazıla bilər də, CRT yazıla bilər, tutaq ki, LCD yazıla bilər və s. Və sənə soruşacaqdır ki, nizamlanmamış siyahının neçə elementi mövcuddur? Və çox vaxtı nəyə çaşırlar? Götürür, bax, bu sözlərin hamısını sayır. Monitor, CRT, LCD, xeyr. Li tagləri arasında istəyir bir dənə söz olsun, istəyir söz birləşməsi olsun, istəyir böyük bir cümlə olsun. Sən cümlədəki sözlərin hər birini saymalı deyilsən. Sənə o demək istəyir ki, bax, görüntü olaraq, yəni hər nöqtə qarşısında duran mətin, yəni neçə dənədir. Görürsünüz ki, neçə dənə li taginiz var. Sadəcə li tagi sizin nişanlanmış siyahınızın elementidir. Aydındır, li taglərin arasında 2 dənə söz var, o sizi maraqlandırmır. Buna görə də li taglərinin 4 dənə olduğunu bilərək və web səhifədəki görüntüyə əsasən sırf web səhifəmizdə 4 dənə nişanlanmış element görə bilərsiniz. Növbəti siyahımız isə nizamlanmış, nömrələnmiş siyahılarımızdır ki, bunu biz ol tag ilə təyin olduğunu bilirik, qoşa tagdir və eyni zamanda bunu necə yadda saxlamışdıq? Nizamlanmış deyəndə söhbət 1, 2, 3-dən gedir. Bunu da olu 0 ilə yadda saxlamışdıq ki, 0 yəni rəqəm olaraq yadda saxlamışdıq. İnşallah, nizamlanmış siyahıda Word-də də göstərirəm. Ola bilər ki, rəqəm olmasın. Bəs rəqəmin yerində nə ola bilər? Görürsünüz, Word-də də mövcuddur. ABC-miz var, 1, 2, 3 var, Rum rəqəmləri var. Yəni, fərqi yoxdur. Rəqəmdən başqa Latın əlifbasının hərflərini və yaxud da Roma say sisteminin rəqəmlərini gördünüzsə də, bu da nizamlanmış və yaxud da nömrələnmiş siyahıya məxsusdur. Çünki sizə siyahılar təqdim edə bilər ki, 1, 2, 3, 4-dən ibarət, ABC-dən ibarət və yaxud da nöqtələrdən ibarət. Bunların hansı siyahıya aiddir? Bu zaman 1, 2, 3, 4-lər, ABC-lər, ABCD-lər və s. olan siyahıları nömrələnmiş, yəni ol taginə sahib siyahıya təqdim edəcəksiniz. Yenə də li tagi ol tagindən təqdim olunur. Li tagi ortaq tagdir. Hər iki siyahıda istifadə olunur. Yenə buna uyğun olaraq neçə dənə nömrələnmiş siyahımızın elementi var deyəndə li tagini saymağınız kifayətdir. Bu da oldu bizim nizamlanmış siyahımız. Növbəti siyahımız şöyle diqqətli olmalı olduğumuz siyahımız DL siyahısıdır ki, daha doğrusu anlayışların siyahısıdır ki, anlayışların siyahısında 3 dənə ardıcıl tekst istifadə olunur. Amma ardıcıl deyirəm çünki siz bunları ardıcıl seçməsəz variantda, yəni birinci səhvdir. Bunlar hansılardır? Birinci DL tagidir. Data listeyə yadda saxlaya bilərsiniz. Verilənlərin siyahısı. Sonra DT tagidir. Sonra isə DD tagi təyin olunur. Ümumiyyətcə birinci siyahını yaratmaqdan ötürü hansı tagdən istifadə etməliyik? DL tagindən. Baxın, DL taginin açılışını yazdım. Bir də düz axırda DL taginin bağlanışını yazacağam. Növbəti tagim isə olmalıdır DT tagi. DT tagi arasında isə anlayışın özünü yazıram. Baxın, DT tagini yazdım. Elə sadəcə olaraq anlayış sözünü də yazdım. Yenə də qoşa tagi olduğuna görə DT tagi qapandı. Amma anlayışa verdiyim izah isə data description, yəni verilən izahı DDD yazılmalıdır. DD tagində yazdıqdan sonra burada məsəl üçün yazıram ki, anlayış yazmışamsa da burada da yazıram verilənlər. İndi baxın, bizə kod yazılıb da soruşula bilər ki, bu web səhifədə necə görünüşə sahibdir?
bir tək bilməlisiniz ki, burada boşluqlar dəstəklənir. Birinci DT tegi arasında yazılan məlumat yazılır, anlayış. DT tegi içərisində anlayışa verdiyimiz izah isə həmişə bax bu DT tegi arasında yazılan mətndən sağda doğru yerləşir. Sanki elə bil Python kimi burada boşluğu dəstəkləyir. Ona görə biraz sağa doğru sürüşdürülür, verilənlər isə burada yazılmış olacaqdır. Yəni bu keçən il əslində sualı idi. Demirəm ki, bu il düşəcəkdir, amma ümumiyyətcə bilməlisiniz və bunu mən sizə dəfələrlə demişəm. Budur yazdığımız format. Yenə DL tegi ilə təyin olundu. DT teqləri arasında məlumat yazıldı. DD teqləri arasında isə həmin anlayışa izah verildi. Yəni buralarda biraz diqqətli olun. Sonra gəldi atributlu teqlər hansılardır uşaqlar? Niyə bunlar atributlu teqlər adlanır? Çünki bayaqki teqləri biz atributlu da istifadə edə bilərdik, atributsuz da istifadə edə bilərdik. Amma elə teqlər var ki, mütləq şəkildə onların bölümündə atributları mövcud olmalıdır. Bu teqlərdən biri HTML-də isnadların yaradılması üçündür ki, isnadların yaradılması üçün olan teqimiz A-dır, atributumuz isə hrefdir. Href hyperreference-dan yadda saxlayın ki, yəni hipermüraciəti biz href teqi arasında yazırıq. Href teqinin belə deyək, parametri də, yəni həmişəki kimi dırnaq arasında olmalıdır. Bunu uşaqlar nədə qatırlar? Məsələn, bu gördüyünüz veb səhifədə sual verir ki, daha doğrusu teqdə sual verir bizə. Deyir, istinad göstəricisi nədir burada? Şolar, istinad göstəricisi A teqləri arasında yazılan hər hansı bir məlumatdır. İstinad göstəriciləri burada daha ətraflıdır və veb səhifələri xatırlayın. İstinad göstəriciləri necə olur? Adi mətnlərdən rəngi ilə seçilir. Adətən göy rəngdə olur, altı xətli olur və biz mousla onun üzərində gəlib dayananda kursor əl işarəsinə çevrilir. Və biz onu kliklədikdə başqa bir yerə keçirik. Veb səhifəyə mi keçirik? Hər hansı bir qlobalda olan şəklə mi keçirik, musiqi, nəyəsə keçid almış oluruq. Ona görə istinad göstəriciləri sırf A teqlərinin açılış və bağlanışı arasında yazılan məzmundur. Amma istinad ünvanımız isə href teqi arasında olanlardır. Aydın oldu. İstinad ünvanımız href teqi arasındadır ki, bunu hyperreference-dan deyirik. Hipermüraciət olaraq biz hara müraciət ediriksə, bunu href teqlər arasında başa düşməliyik. Şöyle bir dənə məqam var ki, bizə sual verilə bilər. İstinad ünvanın haradır? Biz nə bilməliyik ki, nə zaman internet deməliyik, nə zaman lokal kompüter deməliyik. İnternet əvəzinə bəzən qlobal da adlanır. Əgər hər hansı bir protokol varsa, HTTP ola bilər, FTP ola bilər və s. protokol mövcuddursa, deməli biz hara müraciət edirik? Qlobaldakı və yaxud da internetdəki bir resursa müraciət edirik. Hal-hazırda bizim müraciətimiz belə deyək, internetdəki olan bir veb səhifəyə müraciətdir, amma istinad göstəricimiz isə daha ətraflıdır. Ona gəlin istinadların növlərinə burada bir daha baxaq. Məsəl üçün, mən hara istinad eləmişəm, istinad göstəricim nədir? İstinad göstəricim ikinci saytdır. Veb səhifədə əks olunacaq ikinci sayt, altdan xətt yazılacaq, rəngi olacaqdır. Amma mənim istinad ünvanım isə HTTP yoxdur. O zaman mən lokal kompüterimdə olan veb səhifəyə istinad eləmişəm. Lokal olduğunu hardan bildim? HTTP kimi protokol yoxdur. Veb səhifə olduğunu hardan bildim? Genişlənmədən. Çünki adətən veb səhifələrin genişlənməsi HTML və yaxud da HTML olur. Sonra digər hissəyə baxırıq. Bəzən də index.html əvəzinə gələ bilər. Yəni, bax, belə bir şey, C diski, yəni faylın tam adı yazıla bilər. Şöyle fərqi yoxdur. İstəyir faylın öz adı və genişlənməsi olsun. İstəyir bu cür faylın düz diskdən tutmuş öz adına qədər olan yeri olsun. Fərqi yoxdur. Hər iki halda bizim istinad ünvanımız lokal kompüterədir. Yenə burada da gördüyünüz kimi faylın tam adı əks olunub. Yenə biz lokal kompüterdəki veb səhifəyə istinad etmiş oluruq. İndi gəlin baxaq görək. Burada istinad göstəricim nədir? İstinad göstəricim içəri şəhərdir. Amma istinad ünvanım isə bir veb səhifədə olan, yəni veb səhifədə olan deyirəm, internetdə olan veb səhifəyədir. Yəni genişlənmələrə baxın veb səhifədə deyəndə. Sonra gəldik, lokal kompüterdə olan görüntüyə istinaddır. Niyə? Çünki həqiqətən baxırıq ki, heç bir protokol mövcud yoxdur. Görüntü şəkil olduğunu hardan bildik? JPG və yaxud da JPEG-dən. Tamam, kompüter isə bizim nəyimizdir? İstinad göstəricimizdir. Növbəti hissəyə gəldik, istinad göstəricimiz bizim musiqidir. Amma bu səfər istinad göstəricimiz isə bizim lokal kompüterdə olan səs faylıdır. Çünki MP3 genişlənməsindən başa düşdük. Bu bizim məktəb kitabında verilibdir, dimdə verilməyibdir. Sənədin müəllifinə məktub yazmaq üçün, poçt proqramının çağırılması üçün istinaddır.
İnşallah refdən sonra dırnaq arasına mail to və 2 nöqtədən sonra öz ünvanınızı yazası olsanız, sizin istinad göstəriciniz olan e-mailin üzərində veb səhifədə vurulanda birbaşa olaraq poçt proqramı açılacaqdır və eyni zamanda həmin o sənədin belə deyək də, sən orada müəllifin veb səhifədə görmürsən, müəllifin e-mail ünvanını görmürsən. Sənin gördüyün bir dənə istinad göstərici budur. Sən bunu vuran kimi poçt proqramı açılacaqdır və ora belə deyək də, kimə hissəsində həmin o müəllifin e-mail ünvanı orada qeyd olunmuş olacaqdır. Yəni bu məktəb kitabınızda var, yenə bir daha vurğulayıram ki, dimdə yoxdur. Burada istinad göstərici şəkil də uşaqlar, şəkli sizə deyim ki, sonra bura qayıdım. Şəkil də məhz atributlu teqlərdən biridir. Hansı ki, veb səhifələrdə şəkillərin, görüntülərin yerləşdirilməsi üçün olan əsas olan tegimiz image atributunun sırıcıdır. Mən açıq şəkildə istifadə edirdim bunu image və source deyə və siz gedib variantda image ilə source-u seçirdiniz. Ona görə qısa abreviaturalarını deyirəm ki, image mütləq olmalıdır, sırıcı isə bunun ayrılmaz atributudur. Necə ki, ref A teqindən ayrılmırdı. Uşaqlar, source sözünə yəni yadda saxlayın. Source sırf şəklin ünvanını, adını, fərqi yoxdur. Şəkil istəyir lokalda yerləşsin, istəyir qlobalda yerləşsin. Tam adı dırnaq arasında yerləşdirilməlidir sırıcı atributundan sonra. Məsələn, hal-hazırda şəkil harada yerləşir? Baxıram ki, lokal kompüterdə yerləşən bir şəkildir. Bəs yaxşı, lokal kompüterdə yerləşdirilmiş şəklin mən ölçülərini dəyişmək istəyirəm, başqa atributlar vermək istəyirəm. Bu atributların hamısını image tagi içərisində yaza bilərəmmi? Bəli. Ümumiyyətlə sual olunur. Bir tag özünün içərisində neçə dənə atribut saxlaya bilər? Uşaqlar, istənilən sayda. Atributlar gördüyünüz kimi bir-birindən nə ilə ayrıla bilər? Sadəcə boşluqla. Atributun parametrləri dırnaq arasında verilməlidir. Sadəcə bir dənə məqam var ki, bir atribut 2 dəfə yazıla bilməz bir tegin içində. Mən 2 dəfə with yaza bilmərəm. Bu nə bilsin ki, hansını götürsün, hansı parametri təyin eləsin. Emoji tegləri içərisində əsas olan tegi sırıcıdır, o ayrı məsələ. Amma digər teglərimiz də bizə vacibdir. With, height nə üçündür? With adına uyğun. Şəklin enini, height isə hündürlüyünü təyin eləmiş olur. Növbəti tegimiz, bayaq dediyimiz çox yerlərdə aktuallığını qoruyan align tegidir ki, şəklin də düzləndirilməsi mövcuddur. Biz şəkli də düzləndirə bilirik. Necə ki, böhtə sola, sağa, mərkəzə və s. align atributu vasitəsilə. Bu da çox yerdə görmüsünüz, istifadə etmişsiniz. Bu da sərhəd xətləri təyin eləyir, kənar xətlər təyin eləyir şəklə ki, burada verdiyimiz sizə piksellə və yaxud da faizlə təyin oluna bilər. Növbəti təyin edəcəyimiz tegimiz isə hash space-dir ki, horizontal space. Horizontal deyəndə üfüqi deməkdir. Yəni şəklin sol və sağındakı mətnlə məsafəsini təyin eləyir. Will space dediyimiz isə vertikal boşluqdur. Yəni şaquli şəkildə şəklin yuxarı və aşağıdakı mətnlə əlaqəsini, boşluğunu təyin eləmiş olur. İnşallah low sırıcı sizə düşmür və ümumiyyətlə low sırıcı istifadə olunmur. Məktəb kitabında verilibdir ki, görüntünün sadəcə olaraq aşağı keyfiyyətli variantının ünvanı göstərilir ki, sırıcı əvəzinə low sırıcı qeyd oluna bilər. Növbəti atributlarımızdan deməli biri biz hansını demədik başqa bunun içərisində? Deməli borderni dedik, bunu dedik. Əsas atributlarımızdan biri uşaqlar alt atributudur ki, alt atribut nə üçündür və nə zaman istifadə olunur? Alternativ mətn deyirik biz buna. Hər hansı bir səbəbdən şəkil, webə yüklənə bilmədikdə, o zaman alt atributu içərisində yazdığımız mətn web səhifədə əks olunacaqdır. Bu necə olur? Bəzən görürük ki, biz belə deyək, web səhifədə şəkil düşmürdür. Şəklin yerinə belə balaca bir yaşıl rəngdə və sanki elə bir başı kəsilmiş belə bir şey görsənir və o zaman artıq həmin şəklin yerinə alternativ mətnimiz təyin oluna bilər. İpucu kimi yadda saxlamaq asandır. Alt alternativ mətnin təyin olunması üçündür. Bu hissələr lazım deyil, burada bizə lazım deyil. Keçdik web səhifədə rəngin formalaşdırılması hissəsinə. Ümumiyyətlə bir daha vurğuladıq ki, web səhifədə rəng vermək üçün ya rəngin adını, ya da onun 16 kodunu göstərmək lazımdır. Bu gördüyünüz çərçivəyə və yaxud da mən sizə imtahandan qabaq göndərmişdim, diminizdə də mövcuddur. O çərçivəyə əsasən yenə də özünüzdə bir qaranlıq yer qalırsa, yox mən bunu imtahana əzbərləyim gedim, okey, yəni problem deyil. Mən sadəcə olaraq onu imtahana bir 3 gün qalmış sizə göndərirəm ki, göz gəzdirin. Yenə də bəlkə demək olmaz. Ümumiyyətlə, yadda saxlayın, sual verilsə ki, web səhifənin bütün, belə deyək də, rəng sxemini dəstəkləyən, rəng sxemi deyən ümumiyyətlə nəyi nəzərdə tuturuq? Arxa fonun rəngi, mətnin, tekstin rəngi, hipersınadların rəngi. Bax, bütün bunların rəng sxemini hansı tag özünün tərkibində saxlayır? Body, bütün gövdənin təyin olunması üçün olan tagimizdir. Bütün rəng sxemi body tagin içərisində təyin olunur. Ona
Gəlin baxaq görək. Çox asandır ipucuları. Məsələn, arxa fon deyəndə, arxa fonun rəngi deyəndə, arxa fon backgrounddur. BG colorla qısalaşdırılaraq belə atribut təyin ediblər. BG color pink, web səhifənin arxa fonuna biz belə deyək də pink rəngi təyin etmiş olarıq. Arxa fona rəng vermək istəmirəm. Arxa fona tekstura və yaxud da şəkil təyin etmək istəyirəm. O zaman color sözünü yığışdırırsınız və backgroundu açıq şəkildə yazırsınız. Yenə də siz bu şəkili lokal kompüterdə də olan şəkil yerləşdirə bilərsiniz, globalda da yerləşdirə bilərsiniz. Fərqi yoxdur. Bu bizə belə bir sual oluna bilər ki, backgrounddan sonra dırnaq arasında HTTP bayaqki kimi yazıla bilər və axırda şəkil ola bilər. Sizdən soruşula bilər ki, web səhifənin arxa fonunda olan şəkil internetdə yoxsa qlobalda, internetdə yoxsa lokalda yerləşdirilibdir. HTTP olduğuna görə mən bilə bilərəm ki, arxa fondakı şəklimiz internetdən götürülübdür. Amma belə olan halda deyə bilərəm ki, yox, sadəcə olaraq lokaldan götürülübdür. Sonra gəldik mətnin rəngi. Mən baxıram ki, çox vaxt uşaqlar özlərini çaşdırırlar. Mətnin rəngi deyəndə variantda götürür text color. Ajolar, götürmə. Onsuz da body başa düşür ki, bunun tərkibində yazılan, bax, bu teqlərin hamısı rəngi təyin edir. Nə ehtiyac var textin bölünə bir də color yazılmağına? Hələ getdi. Hə. Tekst nə üçündür? Mətnin rəngini təyin edəndir. Sonra istinadın mətninin 3 dənə rəngi var uşaqlar. Qətiyyətdən çıxartmayın. Birinci sadəcə istinadın mətnin rəngi oldu. Eləcə link atributudur. Aktiv istinad deyəndə A, aktiv A-link deyə qeyd elədik. Baxılmış istinadın mətnin deyəndə V-linkdən qeyd elədik. 3 dənədir. Link sadə istinadın mətnin rəngi, A-link deyəndə aktiv istinadın mətnin rəngi, V-link deyəndə isə baxılmış istinadın mətninin rəngini qeyd etmək olur. Yəni, bura dair çətin bir şey düşə bilərmi? Mən fikirləşirəm ki, xeyr, elə bir qəlislik yoxdur. Sadəcə olaraq, nə bilim, biraz diqqətli olsanız, buna aid sualların hamısını yazarsınız. Mətn fraqmentini seçdirmək üçündür. Uşaqlar, biz əslində bayaq mətn fraqmentini seçdirmək üçün qalın, kursiv və yaxud da altdan xət olanları qeyd etdik. Amma sırf, belə deyim sizə, bir dənə font tagi vasitəsilə içərisində yazılan face, color və size atributu vasitəsilə biz həmin mətni sanki formatlaya bilərik. Face şriftin qarniturudur. Buna şriftin növünü də deyirlər. Məsələn ki, biz Word-də eləyirik şriftin növünü. Tutaq ki, burada var şriftin növündə, məsəl üçün Times New Roman var, Calibri var, Courier var və s. Yəni, bu kimi şriftin qarnituru deyəndə bunu nəzərdə tutur. Face atributuna biz sırf onların adını yazmaqla bu cür şriftin növünü dəyişə bilərik. Color atributu deyəndə adına uyğun olaraq həmin şriftlərin rəngini dəyişə bilərik. Size-la isə onun ölçüsünü təyin etmiş olaraq. Font əsasdır, tagdir. İçərisindən təyin olunan atributlar isə 3 dənədir. Deməli, size oldu ölçüsü, face oldu onun növü, color isə oldu onun rəngi. Bu hissələr bizə lazım deyil. Sonra gəldik cədvəllər və istinadlar. Biz HTML-də cədvəl yaratmaqdan ötürü əsas taglərimizdən biri table tagidir. Qısa görünüm verək sizə. Table tagi açılmalıdır. Mütləq table tagi bağlanmalıdır. Qalan table tagi içərisində biz necə sətr sütun sayını hesablamalıyıq? Hər TR cütlüyü, açılması və qapanması bir sətri müəyyən edir. Gördüyünüz kimi bir sətrimiz burada mövcuddur, ikinci sətrimiz burada, 3 və 4-cü sətrimiz isə burada mövcuddur. 4 dənə sətrə sahib bir cədvəlimiz var, amma təbii ki, cədvəl təkcə sətirlərdən ibarət deyil, eyni zamanda sütunlardan da ibarətdir. Amma biz burada sırf sütun başlığı deyə müraciət edirik. Sütun başlığı kimi müraciət etdiyimiz taglər TH tagidir ki, table header-la əsaslandırırıq. Burada gördüyünüz ad, soyad, ümumi bal sırf bizim sütun başlıqlarımızdır və susma halı üçün mərkəzə doğru düzlənirlər cədvəldə və qalın şriftlərlə təyin olunurlar. Ona görə yadda saxlayın ki, əgər sizə bir cədvəlin içində bu tagi və strong tagindən başqa sizə soruşula bilər ki, hansı mətnlər, neçə dənə bizim sözümüz qalın şriftlə təyin olunubdur, sırf TH tagləri arasında yazılanlar. Burada bilmirəm, yadıma sala bilmirəm ki, kiminsə sırf problemli tərəfi var. Məsəl üçün, bura aid olan bilirsiniz də, ən çox cədvəldə verilən sizə suallardan biri cədvəl haqqında fikirlərdən neçəsinin doğru və yaxud da yanlış olduğunu bildirir. Orada nəyi gözləməlisiniz? Məsəl üçün, ad sütun başlığının altında hansı xanalar yerləşir? Çünki TH-dan başqa TD tagi də var.
ki, TD table data olaraq veb səhifədə cədvəlin xanasını təyin eləmiş olur. Məsəl üçün, ad sütun başlığının altında Elnarədir, Zeynəbdir, Fəriddir və s. İkinci olaraq, soyad da hansılardır? Qasımovadır, Şirinovadır, Muradovdur. Ümumi balda hansılardır? 55-dir, 50-dir və 48-dir. Yəni, bunu yəqin ki, hamınız seçə bilirsiniz. Amma kimin problemi tərəfi varsa, məsələn, topludan bir dənə misal üzərində izah edə bilərəm. Zəhmət olmasa, əgər problemi tərəfiniz varsa da deyin, mən onu oradan sizə izah edim. Uşaqlar, məsəl üçün, bu koda əsasən veb səhifədə alınan görüntü budur. Niyə? Bəs niyə bu tam olaraq sərhəd xətlərini görə bilmirik? Çünki əslində veb səhifədə cədvəllər iki cür təqdim olunur. Açıqcasına və gizlicəsinə. Hal-hazırda gizlicəsinə gedir. Çünki biz bunu cədvəldən çox sadəcə olaraq mətnləri səliqəli düzləndirmək üçün istifadə etmişik. Bəs nə etməliyik ki, biz bunu bir cədvəl görünüş rejimi, yəni sırf çərçivə xətlərindən verək? O zaman sadəcə olaraq table taginin içərisində yenə də çox yerdə aktuallığını qoruyan border tagindən istifadə etməliyik ki, border yazdıqdan sonra biz cədvəldə hər bir hissəyə sərhəd xətlərinin təyin olunduğunu görə bilərik. Bax, elə buradakı kimi. Hətta sərhəd xətlərinə də rəng falan vermək olur. Əslində çox işlər görmək olur. Amma təbii ki, biz bunların hamısını geçmirik. Uşaqlar, sizə clospan, rospan düşmür. Ona görə bunları deyəsi deyiləm. Deməli, bircə dənə qayıtmaq istəyirəm. Bizim hələ ki, burada vaxtımız var. Bircə dənə sizə buna aid bircə dənə suala baxmaq istəyirəm. Görüm, o sual arraydə idimi, haradaydım? Yox, arraydə daha çox o şeylərlə olanlardır. Onlara ehtiyac yoxdur. Koderaya baxacağam. Yəqin koderada olacaqdır. Bax, bu tipli suallar deyirəm ki, bir veb səhifəyə, yəni, böyle birini izah edeyim, bəlkə kimisə çətinliyi olar. Ümumi birinci hələ o mülahisələrə baxmadan baxaq görək neçə sətrimiz mövcuddur. Bir dənə də sizə deyəcəyim bir şey var uşaqlar. Ola bilsin ki, TR-ləri sürüşdürər, ya ortadan yazar, ya kənarda yazar. Yəni, qəti şəkildə deyən diqqətsiz olmayın. Fərqi yoxdur. Burada boşluqları dəstəkləmir Python kimi. Necə istəyir də yazır. TR taginin açılış bağlanışlarına görə neçə dənə sətrimizin mövcud olduğuna baxa bilərik. 7. Görürsünüz ki, 4 dənə sətrimiz var. Neçə dənə sütun başlığımız var? 1, 2, 3. Birinci sütun başlığımız şirkət, ikinci təklif edilən qiymət, əlavə xərclər. Bunlar yenə də deyirəm, susma halı üçün mərkəzi doğru düzlənmiş və qalın şriftlərlə yazılmış olacaqdır. Şirkətin altına yazılacaq Anar MMC, Eltac MMC, Əlimərdan MMC və s. Eyni şəkildə təklif edilən qiymət 17.300, onun altında 11.550, onun altında isə 21.300 yazılacaqdır. Və nəhayət əlavə xərclərin altında isə 22, 16 və 14 qeyd olunmuş olacaqdır. Buna əsasən sütunların sayı 3-ə bərabərdir. Bəli, doğru mülahisə kimi götürürəm. Təklif edilən ən aşağı qiymət 14 dollardır. Təbii ki, təklif edilən ən aşağı qiymət ikinci sütun olduğuna görə ikinci sütunda ancaq bu qiymətlərdir. Xeyr, yanlış mülahisədir. Təklif edilən ən aşağı qiymət 11.550-dir. Baxası olsaq, bəli, bu yəni doğru mülahisədir. Sətirlərin sayı 3-ə bərabərdir. Xeyr, yanlışdır. 4 dənədir. Cədvəl 12-dən xanadan ibarətdir. Cədvəldə 4 sətir və 3 sütun olduğuna görə 4-ün 3-ə 12 xana deyə bilərik. Amma sizi harada çalışdıracaqlar, uşaqlar, deyim sizə. Ola bilsin ki, siz standart qaydaya əsasən sütun başlığının 3, sətirlərin 4 olduğuna görə 4-ü 3-ə vurub 12 götürdünüz. Tamam. Bəs fikirləşirsinizmi ki, birdən ekstradan hər hansı bir digər sətirdə TD-nin sayını artıq verir? Gələr, məsəl üçün, bir dənə burada TD verər, bax burada. Heç sən onu saymazsan, tarixi sütun başlığını yazırsan. İçində müəyyən məzmun yazar, bir dənə də TD burada verər. Mümkündürmü? Əlbəttə ki, mümkündür. Bu necə olacaqdır ümumiyyətcə? Heç nə, sətirlər olduğu kimi sütun başlıqlarının altında olan xanalar yazılacaqdır. Bu, elə bir dənə sağa çıxıntı kimi bir dənə xana çıxacaqdır. Ona görə diqqətli olun. Əgər siz normal xana sayını sayırsınızsa, sətirləri TH təqləri, sütun başlıqlarının sayına vurursunuzsa da,
digərlərinin də sütun başlıqlarının sayına uyğun olduğuna müşahidə edin. Əgər uyğun deyilsə də, deməyin səhv sualdır. Bəli, bu teqini isə ümumi sayın üzərinə 1 gələ bilərsiniz. Məsələn, mən 12 saymışdımsa da, bir dənə gətirərəm 13. Yox, bir dənə də TD-m burada varsa, bir dənə də bunu götürərəm, 14 verərəm. Aydın oldu. Bax, biraz buralarda diqqətli olun. Sonra buna aid başqa suallar, yəni bu cür də verilə bilər. Məsələn, TH-sız da ola bilər, yəni TD-lərdən ibarət də ola bilər, fərqi yoxdur. Məsələn, burada verilmiş koda uyğun cədvəl istəyir, yenə rahat bir şeydir. TR teqləri hərəsi bir sətri təyin edir. Məsəl üçün, birinci sətirdən 2 dənə xanım mövcuddur. Hər TD-nin açılış və bağlanışına əsasən 3 dənə. Deməli, 3 sətr, 3 dənə sütundan ibarətdirsə, D variantının uyğun gəldiyini görə bilərik. Bunlar da asan suallardır. Burada problem yoxdur. Mənə elə gəlir ki, inşallah sizdə də yəni problem olmaz. Deməli, qəşəng. Yox, bu asandır. Buna ehtiyac yoxdur. Bura baxaq. Deməli, açıq sual bayaq dediyim kimi, əslində açıq sual deyil, yəni variantla veriləcəkdir. Amma veb səhifədən hər hansı bir hissə verilə bilər. Sadəcə şəkil çox bərbad düşübdür və sizdən soruşula bilər ki, bu veb səhifənin əsasında dayanan kodu tapın. Şöyle, belə baxası olsaq, veb səhifənin burada görürsünüz, URL ünvanı göstərilib, başlığı göstərilmişdir. Zaten görürsünüz ki, variantlarda da başlıq əks olunmuyubdur. Amma veb səhifədə bir şəklimiz mövcuddur. Şəklin təyin olunması üçün tez teqlər cütlüyünü axtarırıq ki, bu arada yadımdan çıxdı demək, emoji teqi qoşa teq deyil. Çünki heç bir məzmunu yoxdur. Sadəcə olaraq müəyyən şəkl əks etdirmiş olur. Bura baxası olsam nə mövcuddur? Bir dənə şəklim mövcuddur. Şəkildən sonra üfüqi xəttim mövcuddur. Bir dənə də mətn məlumatı mövcuddur. Gəlin baxaq görək, variantlarda şəklin təqdim olunması harda səhvdir? Məsəl üçün, baxıram, emoji sırıcı burada doğrudur, hər şey qaydasındadır. Bağlanış teqi yoxdur, okey, problem yoxdur. Sonra baxıram, yenə digərində də, yəni eyni şəkildə. Bura baxıram, yəni şəkillərdə problem olmadığını görürəm ki, hələlik. Ona görə, buna görə bir variant eləyə bilmirəm. Amma sonrasında üfüqi xətti təyin edən nədir? Bığırıdır, yoxsa hırıdır? Təbii ki, hırı teqi. Mən burada hırı teqini görmürəm, A teqini də silirəm. Burada hırı teqini görürəm, amma növbəti hissədə mən P teqi təyin olunduğunu görürəm. P yaxşı, bu abzasımızdırsa da, abzasın özü axı italik teqlər arasında yazılmayıbdır. Burada ola bilər, tutaq ki, mətn yaxşı görsənməkdir. Bir uzaq başa qalın ola bilər, bir də altdan xəttin olduğunu görürəm. Ona görə B variantını silmiş oldum. Yenə burada hırı olmadığına görə, boru olduğuna görə C variantını sildim. Növbəti teqimizdə hırımız mövcuddur və paragraf teqləri arasında yazılan informatika sözünün də underline olduğunu görürəm. Onda bunu doğru variant kimi götürürəm. Zaten elə mətn də qalın deyilmiş. Burada nə pozdur? Yenə bırı teqinin olması, hırının olmaması, eyni zamanda mətnin kursiv olmadığını, yəni gözlə görmək olur ki, burada təyin olunmuş. Olunubdur. Tamam, bu rəng sxemləri. Bir də bura baxarşalar. Burada biraz fərqlidir. Web səhifədə daha çox elementlər var. Yenə web səhifənin hardan hara olduğunu sizdə daha yaxşı görsənəcəkdir təbii ki, imtahanda. Deməli, web səhifəmizin əsas hissəsi budur. Yenə web səhifəmizin başlığı yoxdur. Sadəcə olaraq gövdədir. Gövdədə yenə bir dənə şəklimiz mövcuddur. Gövdədə bir dənə yenə üfüqi xəttimiz mövcuddur. Gövdədə bir mətnimiz mövcuddur və bir də digər qısa bir mətnimiz mövcuddur. Yadınıza saxlayın. Belə qısa mətnlər, altından xətt çəkilən mətnlər A hərflə də təyin oluna bilər. Adi P teqi ilə də təyin oluna bilər. Onu zaten siz özünüz variantda seçəcəksiniz. Yəni elə bir şey olmaz ki, variantda sizə ikisi arasında qalasınız və hansınıza götürəsiniz. Xeyr, elə şey olmayacaqdır. İndi gəlin burada baxaq görək hansı variantlar uyğundur. Deməli, birinci A variantına nəzər yetirəsi olsaq ki, emoji sırıcı şəklin təqdim olunmasıdır. Parametr dırnaq arasında yazılıb, problem yoxdur. Mən burada en və hündürlüyü ölçəsi deyiləm, verilsin. O mənim üçün problem deyil. Şəklin təqdim olunması qutadır və tək teqdir, düzdür. Hırı üfüqi xətti təyin elədi, bu da düzdür. Növbəti bu abzasımızdır deyə, abzas P teqləri içərisində təyin olundu. P teqi də qoşa teqdə açıldı,
bağlanıldı və gördüyünüz kimi informatikanı götürüb A hərf təqlər arasına yazıblar. Bir dənə burada belə deyək, A hərfini baxaq görək digər variantlarda da elədirmi? Məncə digər variantlarda da elədir. Yəni ümumi ünvanı qeyd eləməyibdir. Problem deyil uşaqlar. Bu ümumi vəziyyəti şərh eləmiş olur. Bizim üçün vacib deyil ki, mənim istinad ünvanım haradır. Yəni bunu doğru variant kimi götürürük. Amma digər variantlara baxası olsaq, səhvimiz harda olacaqdır? Görürsünüz, şəkli təqdim eləyəndən sonra informatika sözünü burada ATQ arasında təyin edibdir. Uşaqlar, ümumiyyətcə, gördüyünüz kodlar veb səhifədə, daha doğrusu görüntü necədirsə də, veb səhifədə kodlar eyni ardıcıllıqlı olmalıdır. Yəni, B variantında kimi, əgər mən şəkildən sonra birbaşa informatikanı yazsaydım, şəkildən sonra üfüq xətt çəkilməzdi. Yəni, birinci informatika yazılardı. İnformatikası daha abzasdan da sonra olduğuna görə B variantı buna görə getmiş oldu. Növbəti hissədə isə hırı-təqid düzdür. Yenə bu səfər abzasla belə deyək, linkin yeri dəyişibdir. Bunu da yanlış olaraq götürəcəyik. D variantında isə hırını lap başa gətirib qoyublar, yanlışdır. Y variantında da eyni şəkildə. Yəni, demək istəyirəm, siz veb səhifənin görüntünə əsasən kodları ardıcılmı düzməlisiniz? Bəli, 100%. Kim hardadırsa da ardıcıl şəkildə təyin olunmalıdır. Uşaqlar, heç bir sualınız yoxdursa da, qaranlıq qalan müəllim, mən bu tipləri işləyə bilmirəm, mən çətinlik çəkirəm, deyə biləcəyiniz bir sual yoxdursa da, mən təhlükəsizliyə keçəm. Elə başa düşürəm ki, səssizlikcə də hamıda hər şey qaydasındadır. Keçdik informasiyanın qorunması və ziyanverici proqramlara. Uşaqlar, informasiyanın qorunması deyəndə biz ümumiyyətcə informasiyamızın təhlükəsini təmin etmək üçün bir bizim üçün şəxsi olan məlumatlarımızı qoruya bilərik. Bir də biz hər hansı bir şirkətdə, hər hansı bir yerdə işləyiriksə də biz ora aid olan məlumatları təhlükəsizliyini təmin etməliyik. Amma təbii ki, biz şəxsi mühafizə okeydə bilirik. Şəxsi mühafizə öz telefonumuzda müəyyən parollarla və yaxud da biometrik informasiya əsaslanan mühafizə üsullarından istifadə edə bilərik. Amma biz bu günlərim sırf informasiyanın qorunması deyəndə informasiyanın kompleks mühafizəsini nəzərdə tuturuq. Kompleks bütöv şəkildə nəzərdə qorunma deməkdir ki, həmin kompleks mühafizə sistemləri bax, bu aşağıda 4 dənə əsas olan hissələrdir. Uşaqlar, kompleks mühafizədə heç vaxt şəxsi mühafizə yoxdur. Birinci, biz həmişə bunlar ipucularla yadda saxlamışıq. Birinci, təşkilatı mühafizə. Təsəvvür edin ki, biz sizlə bir şirkətdə işləyirik. Ən birinci nə etməliyik? Təşkilatı mühafizəni həyata keçirməliyik. Yəni, burada biz sanki planlar hazırlayırıq, informasiyanın qorunması üçün müəyyən qurumlar yaradırıq ki, həkimlər informasiyanın qorunmasına səlahiyyətlidirlər, bu şəxslər məsul şəxslərdir və s. Və sadəcə olaraq özümüz üçün müzakirə edirik. Müzakirə elədikdən sonra həmin müzakirələrin əsasında ikinci belə deyək, mühafizə sistemidir ki, proqram aparat mühafizəsi. Fikirləşirik ki, biz nə etməliyik? Təbii ki, biz kompüterlərimizə xüsusi proqramlar quraşdırmalıyıq. Çünki biz məlumatlarımızın onlayn mühitdə oğurlanmasını düşünə bilərik ki, virus düşə bilər, hər hansı bir virusun sayəsində məlumatlarımız alt-üst oluna bilər, ələ keçirilə bilər. Üçüncü mərhələ isə mühəndis texniki mühafizədir ki, mühəndis texniki mühafizədə artıq, baxın, biz hər hansı bir şirkətdə işləyiriksə də bizim məlumatlarımız onlayn yox, eyni zamanda yəni birbaşa otağa giriş olunuz da oğurlana bilər. O zaman bizim qorumalı olduğumuz məlumatlarımız üçün video müşahidə kameraları quraşdırmalıyıq və yaxud da başqa şəxslərin otaqlara girişini belə deyək də qarşısını almaqdan ötürü intellektual qıfıllar yarada bilər. İntellektual qıfıllar nədir? Siz bunu müəyyən işlərdə, müəyyən banklarda və yaxud da hər hansı bir xəstəxanalarda da görə bilərsiniz ki, müəyyən kartlardan istifadə edirlər, barmaq izlərindən istifadə edə bilərlər, fərqi yoxdur. Yəni, bu kimi şeylər intellektual qıfıllar adlanır ki, bu mühəndis texniki mühafizəyə əsaslanır. Dördüncü mərhələmiz isə qanunverici mühafizədir. Uşaqlar, baxın, biz hər bir işi gördükdən sonra, əgər bizim məlumatlarımız oğurlanırsa da, biz təbii ki, qanunverici mühafizəyə başvurmalıyıq. Burada da müəyyən normativlər var ki, müəyyən standartlar var ki, müəyyən qanunlar var ki, həmin, belə deyək, qanunlara əsasən, yəni Azərbaycanda da artıq səhv etmirəmsə də müəyyən maddələr var ki, informasiyanın uğurlanmasına qarşı yəni görülən işlər var. Ona görə kompleks mühafizə deyəndə bunların dördünü də əzbər bilməlisiniz. İçərik olaraq heç birini bilməsəz də olar, amma dördünü ardıcıl şəkildə bilməyiniz mütləqdir. Tamam, biz okey.
istənilən yerdə, istər şəxsi mühafizə, istər kompleks mühafizədə məlumatlarımızı qorumaqdan ötürü paroldan istifadə edirik. Parol nədir? Sadəcə olaraq müəyyən simvollar yığınıdır. Hansı ki, biz parollardan başqa günümüzdə daha aktual olan mühafizə sistemləri var ki, biometrik informasiyaya əsaslanan mühafizə sistemləridir ki, bizim sırf dəyişməyən xüsusiyyətlərimizə aiddir. Bunlardan birinci bilirsiniz ki, barmaq izinə görə tanınmadır ki, bu daktiloskopiya adlanır. Çox vaxtı ovucun cizgilərinə görə tanınmanın daktiloskopiya götürürlər. Xeyr uşaqlar, barmaq izlərinə görə tanınmadır ki, hansı ki kriminalistikada ən çox istifadə olunan bir tanınmadır. Gözün qüzehli qışasının şəklinə görə tanınmadır ki, sırf ümumiyyətcə gözün qüzehli qişası insanın düz uşaqlığından, yəni qocalana qədər dəyişməyən yeganə parametrdir ki, ümumiyyətcə bunlar hamısı yaxın məsafədən aparılır ki, sırf həmin o gözün təsviri skan olunduqdan sonra sırf onun üzərinə xüsusi ştrix kod maskası qoyulur və hər bir insan üçün fərdi kod alınır, fərdi bir matris alınır və bununla da biz belə deyək, insanın yəni unikallığını tanıya bilirik, görə bilirik. Sonra növbəti olan bizim səsimizə görə tanınmadır, nitqin özəlliklərinə görədir. Ümumiyyətcə bu dəqiqə bilirsiniz ki, yəni təəssüf eləyəkmi, nə deyək, yəni inkişaf, yəni belə olması biraz da həqiqətən insanı yorur. Bu dəqiqə bilirsiniz ki, süni intellektlərə əsaslanaraq hətta insanın yaxınlarının səsi ilə belə müəyyən işləri görə bilərlər, müəyyən aldadıcı bir prosesləri icra edə bilərlər. Amma bu da insanın dəyişilməz xüsusiyyətlərindən biridir, təkrarlanmaz xüsusiyyətlərindən biridir. Üzə görə tanınmadır ki, bu belə deyək, şəxsiyyətini müəyyənləşdirmək üçün məsafədən aparılan bir texnologiyadır ki, müəyyən hər hansı bir kameralara düşən görüntüdən belə istənilən şəxsi tez və sürətli şəkildə müəyyən etmək olur. Hansı ki, süni intellekt belə deyək, bu dəqiqə bu sahədə daha çox çalışır ki, belə deyim sizdə, yəni buna obrazların tanınması da deyirlər. Belə deyim, daha dəqiq görüntülərin alınması üçün, daha dəqiq tanınması üçün bu sahə bu dəqiqə, yəni belə deyək, inkişaf olunur, inkişaf etdirilir və s. Ovucun cizgilərinə görə tanınma deyəndə də yenə də əksər iş yerlərində, müəyyən yerlərdə istifadə olunan bir tanınma üsuludur ki, burada belə deyək də, yəni vacibdir əlin forması. Eyni zamanda, baxın, burada vacib olan amil nədir? Bax, bizim barmaqlarımızın qatlanma yerləri var, ha, o içərisində olan qan damarlarının, nə bilim, belə deyək də, izlərimizdir, naxışlarımızdır. Bax, bunun hər biri, bu da hər bir insanda unikal olan bir hissədir. Nəysə, bizim əsasımızda lazım olanlarımız bunun 5 dənəsini bilmək və eyni zamanda daktiloskopiyanın barmaq izi olmasını mütləqdir bilmək. Kompüter viruslarına gələk. Məsələn, virus müzakirə olunur. Virus nə proqramıdır? Virus bir proqramdırmı? Əlbəttə ki, virus bir proqramdır. Sistem proqramı olaraq vurğulanır və virus özü ilkin olaraq bir proqram xətası halında aşkarlanmışdı. Sadəcə olaraq qəsdi şəkildə sonradan müxtəlif tip viruslar yayılıbdır. Şunlar, əslində kompüter virusları haqqında o qədər geniş danışmaq olur, o qədər geniş təsnifi var. Amma təbii ki, bizə kompüter virusları haqqında çox cüzi, sizə yəni daha doğrusu çox cüzi məlumatlar istənilir və o suallar da verilir. Kompüter virusunun özünün bir proqram olduğunu bildik. Ölçüsünün həddindən artıq çox kiçik olduğunu bildik. Çünki böyük ölçülü bir virus, bir proqramın, nə bilim, bir nəyinsə üzərində bizim qurğumuza, telefonumuza yüklənərsə, biz onu anında hiss edə bilərik. Ona görə ehtiyac yoxdur. Çox kiçik, minimal ölçülü virus belə bizim sistemimizi alt-üst etməyə bəs edir. Çünki ən çox da virusların özlərinin öz kopyalanma, belə deyək, xüsusiyyətləri var ki, onlar kiçik də olsalar özlərini kopyalamaqla istənilən mühiti öz alanına çevirə bilərlər, istədiklərini silə bilərlər və s. Təbii ki, bu virusun özünün texnikasından, işləmə texnikasından asılıdır. Suallardan biri belədir. Kompüter virusunun həyat yolu necə başlayır? Mən heç bunu normal kompüter virusu yox, özümüzün bioloji virusuna müqayisə eləyəsi olsam, biz ümumiyyətcə birinci, bizim bədənimizə virus düşəndə biz aktivləşirik yoxsa yoluxuruq? Təbii ki, biz istənilən mühitdə olanda birinci biz yoluxuruq istənilən virusa. Sonra istiliyimiz qalxır, özümüzü yaxşı hiss eləmirik, aktivləşmə baş verir. Ona görə kompüter virusunun həyat yolu yəni yoluxurumu və aktivləşmə ilə başlayır.
Uşaqlar bu tipli suallar hələlik sizə düşməyibdir. Bəli, düşə bilər. Kompüter viruslarından qorunma 3 səviyyədə təşkil olunur. Çox qatırsız, çünki bir-birinə yaxın oxşuyur yəni mərhələlər. Belə fikirləşin. Mən ən birinci antivirus quraşdırıramsa da, niyə quraşdırıram? Virusların kompüterə ümumiyyətlə daxil olmasını istəmirəm. Ümumiyyətlə daxil olmasının qarşısını alıram. Və tamam, oldu, sən antivirus yüklədin, amma bilirik ki, virusların gizlənmə texnikaları var. Yəni, onu da fikirləşiblər ki, həmən antivirus proqramına necə qaça bilərəm? Gizlənmə texnikaları vasitəsilə var da, yəni gözə görünməz viruslar deyirik. Alanmadım, daxil oldu. İkinci səviyyəyə düşdüm. Nə varmalıyım? Virus hücum eləyəcək axı. Virusun hücumunun qarşısını alıram. Elə deyim də sizə. Biri var ki, daha çox hücum eləsin, biri var daha az hücum eləsin. Tamam, virusun hücumunun da qarşısını aldım. Amma nəticədə ortada bir hücum var axı. Ona görə üçüncü səviyyədə isə virus hücumunun təsirini minimuma endirməliyəm. Yəni, daha çox təsir etməsin. Aydın oldu, başa düşdük. Bunlar lazımdır sadəcə oxunması hissələrdir. Keçdik əsas virus növlərindən biri məktəb kitabımızda verilən Troyan virusları. Troyan virusları bilirik ki, ən təhlükəli virus növlərindən biridir. 3 dənə belə deyək, utility var. Ümumiyyətlə, Troyan viruslarını eyni zamanda deyirlər ki, kompüterə şəbəkə soxulcanı kimi girir, neynir və sırf gördüyü işə görə 3 dənə utility mövcuddur. Uzaqdan idarə etmə utilitidir. Bu nə üçündür uşaqlar? Ən belə deyək də təhlükəlisi bəlkə də budur. Sırf uzaqdan idarə etmə utilitləri düşən virus kompüterləri neynir? Birbaşa həmin kompüterin idarəsi həmin virusu göndərən insanın əlinə düşür. Bundan da ötə nə ola bilər ki, istəyər formatlayacaq, istəyər məlumatlarını oğurlayacaq, nə olur olsun, istədiyi işi görəcəkdir. Ona görə deyirəm, ən təhlükəlisi budur. İkincisi olan casuslardır. Casuslar adına uyğun iş görür. Hansı ki, casuslar ən çox bank sistemlərinə olunan müraciətlərdir ki, götürür istifadəçinin klaviaturadan daxil elədiyi istənilən növ informasiyanı, ekranın şəklidir, istifadə olunan proqramların siyahısıdır və həmin proqramlarla görülən işlərdir. Bunu tez vaxtaşırı götürür, bir dənə fayla yazır bu məlumatları və vaxtaşırı həmin o virus göndərən insana göndərir ki, bununla da birbaşa bütün belə deyək, konfidensiallıq da pozulur, bütün şəxsi məlumatlar həmin adamın əlinə keçir. Bununla da görürsünüz ki, həqiqətən hər il müxtəlif banklardan, müxtəlif hesablardan külli miqdarda yəni çıxarışlar olmuş. Nəyin sayəsində? Elə bu casus kimi virusların sayəsində. Üçüncü utility reklam proqramlarıdır ki, reklam proqramları dedikdə sırf belə deyək, bu viruslar özlərini hər hansı bir proqramı yükləyəndə, faylını yükləyəndə özünü o reklam kimi yerləşdirir. Və kompüterimizi düşdükdən sonra точно özünü aparır, casus proqramı funksiyasını yerinə yetirir. Yenə deyirəm, viruslar çoxdur, amma sizə çox az sayda düşür. Keçdik antivirus proqramları. Zaten antivirus virusların tapılması və neytrallaşdırılmasını təmin etmiş olur. Antivirus proqramlarının adlarını əzbər bilməliyimi? Bəli, %100 əzbər bilməlisiniz uşaqlar. Sizə verdiyim kiçik materialda var. Zaten antivirusların axırında ya antivirus sözü varsa problem deyil bunu tapmağa. Məsəl üçün, Kaspersky deyilə bilər, sonunda antivirus deyilməyə bilər. Kaspersky'nin onsuz da antivirusla məxsus olduğunu bilirsiniz. Doktorlar demək olar ki, hamısı antiviruslara aiddir. Məsəl üçün, bu MS-AFI verilən heç vaxt virus qansız verilir uşaqlar. Yenə deyirəm, MS-AFI bu antivirus sözlə yadda saxlaya bilərsiniz. Pandalar, panda titaniumlar, Avastın özü hamısı antivirus proqramlarıdır. Uşaqlar, fəaliyyətlərindən asılı olaraq antivirus proqramları bir neçə yara ayrılır ki, çox təəssüf, bunu seçə bilməyən uşaqlar var. Uşaqlar, ipucu demişik hərəsinə aid. Neçə dənədir, süzgəçlərdir, detektorlardır, doktorlardır, müfəttişlərdir, immunizator və ya vaksinlərdir, doktor müfəttişlərdir. Uşaqlar, süzgəçlərə ipucusu nə qoymuşuq? Baxın, sizə qısacası belə verilə bilər ki, əməliyyat sisteminə olunan müraciətləri tutur. Məqsədi nədir? Ya viruslar çoxalsın, ya da zərər olsun. Ona görə sırf zərər vurmaq və yaxud da çoxalmaq məqsədi ilə əməliyyat sisteminə olunan müraciətləri tutur. Baxın, ipucumuz elə birincisi nədir? Tutur. Süzgəc evdə istifadə etdiyiniz süzgəc həqiqətən də nəyinsə qarşısını alır, tutur. Yəni, bunu elə yadda saxladıq. Detektora gəldik. Detektə eləyir deyə yadda saxlaya bilərsiniz ki, axtarışını təmin edir. Harada? Sırf əməli yaddaşda və xarici yaddaşda olan, ona məlum olan virusların axtarışını belə deyə bilər, axtarışını təmin edir. Üçüncü, doktorlar.
Adi həyatda doktor neynir? Virusu aşkar edir və eyni zamanda zərərsizləşdirir və yaxud da ilkin vəziyyətinə qaytarır. Yəni, bu kimi vəziyyətlər görərsinizsə də aşkar edir, zərərsizləşdirir və yaxud da aşkar edir, ilkin duruma qaytarmağa çalışır deyəndə doktor deyəcəyik. Müfəttişlər nə qarır? Real həyatdan müfəttiş nə qarır? Gedir, gəlir, kimisə yoxlayır da, düzdür. Eyni şəkildə bizdə də müfəttişlər götürür, proqramların, qovluqların, faylların ilkin vəziyyətlərini yadda saxlayır. Yadda saxlamaqla dövrü olaraq cari vəziyyətlə ilkin vəziyyəti gedir, gəlir, müqayisə edir. Cüzi bir dəyişiklik olan kimi xəbərdarlıq verir ki, mən virus aşkarlamışam. Doktor müfəttiş həm doktorun, həm müfəttişin işini görür. İmmunizator və ya da vaksinlər isə vaksin etmə texnologiyasından istifadə edir. Okay. Amma eyni zamanda bunun əsasını neyinir? Deməli, bu kiçik virus faylları yükləyərək kompüteri virusa yoluxmuş kimi göstərir və ona görə də virus yoluxmuş sahəyə bir daha virus düşmür. Buranı da qutardıq. Kimisə sualı varsa, zəhmət olmasa sualını versin. Gəldik kompüter cinayətkarlığı və kriptoqrafiya hissəsinə. Uşaqlar, kriptoqrafiya, kompüter cinayətkarlığı, kiber cinayətkarlıq sözünü təbii ki, biz ən çox müharibə dövründən sonra gördük. Kiber cinayətkarlıq deyəndə sırf burada kompüter həm cinayət aləti ola bilər, həm də qurbanı ola bilər. Hansı ki, sırf ən çox internet üzərindən kompüter sistemləri, kompüter şəbəkələri vasitəsilə olunan cinayətkarlardır ki, bu günlərin kiber cinayətkarlıqda ən çox adı çəkilən hacker anlayışıdır. Amma hacker anlayışı hər biriniz də bilirsiniz ki, fərdi kompüterlər inkişaf etməmişdən qabaq, yəni harca 80-ci illərdən əvvəl bu yüksək təfəkkürə malik olan, hətta o qədər savadlı idilər ki, əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvəsini yenidən yaza bilirdilər. Yəni bu qədər savadlı insanlar idi ki, günümüzdə də hackerlər savadlı insanlardır ki, zaten o qədər işi görür. Sadəcə olaraq artıq mənfi ad qazanıbdır da, belə deyək. Mənfi ad qazanmaqla artıq yaxşı işləri görməyə meyilli deyirlər. Ona görə də hacker demək olar ki, bunların içində kiber cinayətkarlıqda termin olaraq ən savadlı insanlara deyilir. Amma hackerdən başqa daha iki dənə anlayış var ki, ssenari uşağı və crackerdir. Ardıcıllığa baxası olsaq, deməli, hacker gəlir, cracker gəlir, sonra ssenari uşağı gəlir. Necə ardıcılığı yadda saxlayın? Uşaq kimi yadda saxlayın ki, uşaq ən axırda olur. Script kid adlanır digər, yəni ingilis dilində. Necə ssenari uşağına qarır? Bax, deyir ki, qayda kimi verilsə, necə götürəcəksiniz? Hakerlik sahəsində, yəni o qədər də yoxdur, hakerlər qədər yoxdur. Amma bəzi proqramların, bəzi məsəl üçün qoyulan müəlliflik hüququ ilə qorunan proqramların, məsəl üçün məxfiliyini qırmaq üçün hakerlərin hazırladığı utilitlərdən istifadə edirlər. Yəni, yəqin ki, bunu istifadə etmək də özü belə deyək, kiber cinayət adlanır və cracker isə dediyimiz sırf hakerlə script kid arasında yəni bir olan şəxsə deyirik və bu da eyni zamanda hər hansı bir proqramların, müəlliflik hüququna qorunan proqramların üzünün çıxarılması üçün olunan müdafiəni qıra bilir. Amma təbii ki, yəni götürüb yeni bir utility yaza bilmir. Yəni o qədər də savadı yoxdur. Ona görə sıralamada bilin ki, birinci hacker gəlir, sonra cracker gəlir, sonra ssenari uşağı gəlir. Necə yadda saxladıq? İpucu kimi uşaq, yəni axırda olur. Adı üstündə uşaqdır. Sonra gəldik kompüter piratçılığı hissəsinə. Kompüter piratçılığı, ümumiyyətlə piratçılıq istənilən sahədə var. Amma sadəcə olaraq bizi bugün maraqlandıran hissə kompüter piratçılığıdır ki, bunun digər adı kimi biz proqram təminatı piratçılığı da deyirik. Və bu günlərin biz proqram piratçılığını, belə deyək, qarşısını almaqdan ötürü nələrdən istifadə edə bilirik? Təbii ki, istənilən bir proqrama biz müəlliflik hüququ təyin etmək istəyiriksə də, biz hansı işi görürük? Birinci, müəlliflik hüququ ilə qorunma işarəsi C hərfidir. Həmin C işarəsi dairə və yaxud da yumru mötərizə içərisində təyin oluna bilər. Yəni, birinci bu element olmalıdır. İkinci, hüquq sahibinin adı olmalıdır. Üçüncü isə proqramın buraxılış illəri olmalıdır. Məsəl üçün, Word mətn redaktorundan müəlliflik hüququndan qorunma işarəsi bax bu cür göstərilir. Birinci C işarəsi, sonra ili və yaxud da hüquq sahibinin adı, yəni bu cür verilə bilər. Məktəb kitabında olan bir məlumatı dilinizdə səhv etmirəmsə də görməmişik. Müəlliflik hüququ baxımından proqram təminatı bir neçə kateqoriyaya ayrılır. Çətin deyil uşaqlar, elə bir göz gəzdirsəz yaxşı olar. Bəlkə də var idimdə, heç yadımdan çıxdı axırıncı olaraq baxdığımda. Müəlliflik hüququ baxımından proqram təminatı hansı kateqoriyalara ayrılır? Gəlin baxaq. Baxın, ictimaiyyətə məxsus, public domain.
Yəni bir şey ictimaiyyətə məxsusdursa da, özünüz fikirləşin də, bu nə müəlliflik hüququ ilə qorunmayacaqdır. Ya da ki, sərbəst olaraq üzünü də köçürə bilərsiniz. Yəni heç bir şey yoxdur da burada. Deməli bu ictimaiyyətindir, public domain. Şərti ödənişsiz. Baxın, ödənişsiz amma şərti ödənişsizdir. Shareware adlanır. Müəlliflik hüququ ilə qorunur. Pulsuz yayılan proqram təminatıdır. Amma baxın, həmin proqramın elə alətləri var ki, ondan istifadə etdikdə artıq sizdən bu proqramı almağınızı istəyir. Yəni pullu olaraq təklif edir. Məsələn, bu istənilən proqramlar da var. Məsəl üçün, adi Kahoot yarışması edirdik. Kahootun içində də var, Zoom proqramında da var. Bunlar şərti ödənişsiz proqramlar adlanır. Sonra Canva proqramı var. Məsəl üçün, elə hissələri var ki, elə məsəl üçün, arxa fonları var ki, mən onu istifadə edə bilərəm. Bəzilərində Pro yazılır. Yəni Proya vurduqda artıq bizə nə istəyir? Şərti ödənişsiz proqramı daxil. Müəlliflik hüququ ilə qorunur. Pulsuz da yayıla bilir. Amma deyir, bəzi hissələrindən artıq istifadə edirsənsə, sən bunu pullu olaraq əldə etməlisən. Ödənişsiz proqram təminatında isə ilkin kodu da daxil olmaqla ödənişsiz yayılan proqram təminatıdır. Freeware adlanır. Nə deməkdir ilkin kodu da daxil olmaqla? Yəni ilkin versiyası. Məsələn, elə proqram var ki, bir versiyası çıxır, yeni versiyası çıxandan sonra köhnə pulsuz olaraq paylanır. Amma ödənişsiz proqram təminatında elə deyil. Yəni ilkin versiyası da, ilkin kod da daxil olmaqla ödənişsiz yayılan proqram təminatıdır. Özəl proqram təminatı uşaqlar. Biz hər hansı bir proqram təminatını, hətta ödəniş edib də onu alsaq, ayda müəyyən qədər ona pul ödəsək belə, o bizim özəlimiz deyil. O bizim xüsusi mülkiyyətimiz deyil. Amma hansı proqramlar ki, sırf bizim xüsusi mülkiyyətimizə çevrilir, biz onu pulla verib yazdırırıqsa da, təbii ki, onu heç kim evinə eləyəsi deyil. Xüsusi şirkətlərə və çox baha başa gələn bir proqram təminatıdır ki, biz buna özəl proqram təminatı deyirik. Artıq o mənimdir. Onu mənə yazırsa da onu götürüb başqa şirkətə sata bilməz. Çünki həqiqətən günümüzdə özəl proqram təminatları milyonlara yəni dəyər. Təəssüf ki, Azərbaycanda mən bilmirəm hələ yaza bilən varmı, eləyən varmı? Baxıram ki, şirkətlər çox vaxt sifariş edir, ən çox yəni üzünü xaricə tutur ki, öz şirkətləri üçün demək olar ki, yəni hər bir işi yerinə yetirir həm proqram təminatı. Ən çox da alqı-satqı olan, yəni bu cür mağazalarda istifadə olunan proqramlardır özəl proqram təminatı. Demirəm, zavod fabriklərdir, bank sistemidir, yəni sənaye, qeyri-sənaye, yəni təhsildə hər yerdə istifadə olunur özəl proqram təminatı. Qayda olaraq yadda saxlayırsınız ki, müəlliflərin yaxud da qanuni sahibinin xüsusiyyəti mülkiyyəti olan proqram təminatıdır. Ticari proqram təminatı ən asandır, sırf gəlir əldə etmək məqsədilə yaradılmış proqram təminatlarıdır. Sonra kriptoqrafiyaya gəldik. Şifrələmə sistemi olan kriptoqrafiya günümüzdə bilirsiniz ki, kodlaşdırmanın əsas hissələrindən biridir. Şifrələdikdə bir məlumatı onun məzmunu yox, sadəcə olaraq təqdim olunma forması dəyişir. Biz bu günlərin hansı şifrələmə metodlarından istifadə edirik? Simmetrik, bir də asimmetrik şifrələmə üsulundan istifadə edirik. Bu günlərin bizim istifadə etdiyimiz simmetrik şifrələmə üsulu sırf gizli açar vasitəsilə icra olunur ki, həm məlumatı şifrələmək, həm də deşifrələmək. Ümumiyyətlə, deşifrələmək nə danışıqlar? Məlumatın ilkin vəziyyətə qaytarılmasıdır. Biz bugün simmetrik şifrələmə üsulunda bir açardan, gizli açardan istifadə edirik ki, bununla məlumatı həm şifrələyirik, həm də deşifrələyirik. Bu günlərin biz simmetrik şifrələmə üsuluna aid ola biləcək Sezar şifrini göstərə bilərik ki, sırf Sezar şifrində bizim bir gizli açarımız olur ki, adətən biz bu gizli açarı K ilə verirlər bizə və biz Sezar şifrində biz hərfləri bir saat əqrəb istiqamətində belə deyək görürük. Həmin şifrələnmədə bilirsiniz ki, sizə ən çox belə deyək də, belə verilmir. Təbii ki, hərflər ardıcıl şəkildə verilir və siz şifrələdikdə ən çox belə deyək də, solunuzdan sağa doğru şifrələyirsiniz. Yəni, sağa əqrəb istiqamətini şifrələyirsiniz. Amma deşifrələdikdə isə sağdan sola doğru deşifrələmiş oluruq. K bizim gizli açarımızdır. Bir daha vurğulayın uşaqlar. Bunu bəlkə hələ də səhv yazan uşaqlarımız var. Məsələn, K-mız 3-dürsə də, ta ki mən A hərfini şifrələmək istəyirəmsə də 1, 2, 3. Yəni, 3-cü yerdə dayanıram. Yox, 3 dənə hərfi sayım keçim. 4-cüdə dayanım, belə bir şey yoxdur. 3-cü addımım artıq mənim dayanmalı, yəni əvəzlənəsi simvolumdur. Buna aid yenə deyirəm, testləri, ancaq testlər üzərində gərək işləyəsiniz ki, elə suallarını verəsiniz ki, bu tiplənmə necə işləyim. İkinci şifrələmə metodumuz, ümumiyyətcə 2 dənə şifrələmə metodu var. Birinci simmetrikdir, ikinci asimmetrikdir. Yəni, burada nəzərə kimi belə verilə bilər. Simmetrikdə görürsünüz ki, bir dənə gizli açardır. Həm məlumatı mən şifrələdim, həm də deşifrələdim. Amma asimmetrik şifrələmdə 2 dənə açar istifadə olunur. Birincisi açıq açardır, ikincisi isə gizli açardır.
Məlumatı nə ilə şifrələyirəm soruşulsa açıq açarla, bəs nə ilə deşifrələyirəm gizli açarla. Onda mən məlumat göndərdiyim adama hansı açar maraqlıdır? Təbii ki, gizli açar. O neyinir ki, açıq açar. Açıq açarı mən şifrələmiş olaram. Uşaqlar, asimetrik şifrələmə üsulundan günümüzdə harda istifadə olunur? Rəqəmli imza, elektron imza dediyimiz hissələrə, hansı ki, onlayn mühitdə bizim şəxsiyyətimizi göstərən imzadır ki, məsələn, deyə bilərsiniz ki, rəqəmli nə bilirlər ki, onlayn mühitdə rəqəmli imza dediyimiz adicə kod sətrinin bizə məxsusluğunu bildirir və bu müəyyən səlahiyyətli şəxslər tərəfindən sertifikat şəklində verilir ki, bizə bu kod sətri məsələn filan kəsə aiddir. Və beləliklə biz həmin o kod sətrinə əsasən bizə məlum olan açıq açarla biz öz şəxsiyyətimizi sanki imzalamış oluruq ki, hə bu mənim. Və mən artıq açıq açarla öz şəxsiyyətimi artıq təsdiqləmişəmsə də həyatı boyu onlayn mühitdə olsa bunu dana bilmərəm. Necə biz bir yerdə qol çəkmişiksə onu dana bilmərik. Elə rəqəmli imza da odur. Ona görə yadda saxlayın. Asimetrik şifrələnmə üsuluna aid olan rəqəmli imza da eynən iki açardan istifadə eləyir, amma sadəcə olaraq burada biraz vəziyyət dəyişir. Burada şifrələmək üçün açıq açardan istifadə ediriksə, rəqəmli imzadan şifrələmək üçün gizli açardan istifadə edirik, deşifrələmək üçün isə açıq açardan istifadə edirik. İpucu istəyənlər. Baxın, asimetrikdə 2 dənə açar oldu. Asimetrik. A. Şifrələmək üçün açıq açardan istifadə elədim. Deşifrələmək üçün isə gizli açardan. Bilin ki, rəqəmsalda da bunun əksidir. Daha doğrusu rəqəmli imzada elə yadda saxlaya bilərsiniz. Bunu da dediyimizə görə bizim sonra bir də nəyimiz qaldı? Bu görün mən digər məlumatı harada qeyd eləmişəm. Deməli, təhlükəsizlik. Hə, bizim bir də burada materialımız qaldı uşaqlar. O da deməli bizim axtarış sistemlərimizdir. Amma axtarış sistemlərini gəlin onda onu şəbəkəyə saxlayarıq. Çünki vaxtımızda da az qalıbdır. Mənə sualları olanlar. Natavan, sən buradasan. Akşin, sən çıxdın dərsdən, yoxsa buradasan? Zəhmət olmasa, buradasınızsa da bildirin. Sizin elə suallarınızın da izahına keçim. Axtarış sistemlərini şəbəkələrdə keçərim. Buradasınız? Tamam, bir dəqiqə. Görək burada kimlər var. 17 nəfərimiz, bayaq 28 nəfərdir, artıq 17 nəfər qalmışıq. Uşaqlar, kimin sualı yoxdursa da, belə deyim də, vaxtınızı almayın, çıxa bilərsiniz. Amma sualları olanlar qalın, zəhmət olmasa mənə sualınızı verin, izah edin. Olar. Tamam, olar. Aha, sağ olun. Videonu yükləyirəm uşaqlar, YouTube-a baxarsınız. PDF-ləri də atacağım, baxarsınız. Oldu. Oqtay, sualım var. Aha, tamam. Sağ olun.